Bu yelləncəyi də almışam. Sonra bu balkonda, terasda da belə əyləşmək üçün. Sonra sarmaşıqlar sifariş eləmişəm yerə, bura. Baseynin bu bir hissəsini vurublar. Bu qıraq kafeli görürsünüz. Bir hissəsi qalıb. Ağaclar əkilib, şam ağacları əkilib belə. Bu elə bir balkondan, terasdan. Promo yataq otağıma giriş var belə. Hamam tuvalet açıq qalıb, biabır oldum. Işığı yandıraq, görək. Təzə lüstürümüz budur. Budur. Yeni kondisionerimiz budur. Yeni televizor budur. Elə bir ki, yataq otağında bir sanitar qurşağı var belə. Yəni gördüyünüz kimi. Yəni belə. Bu da mənim hello. Sonra otağımdan opşi koridorlara çıxış var. Belə. Bir qada işləyir, hələ işini görür. Buradan da həmən balkona çıxış var. Mamam buradadır, istirahat otağındadır. Yatır, yatır. Bu da görmüşdünüzlər otağımın lüstrünü. Giyim otağımdır bura. Burada giyim otağımdır mənim. Lüstrümüz budur. Yenə burada mənim hello babylər. Burada da mənim hello babylər. Deməli, yeni sumkalar almışam, çantalar, ayaqqabılar almışam. Hamısı yerləşdiriləcək inşallah. Giyim otağıma görürsünüz. Belə burada yekə şifanyerim var. Yəni belədir. Baxın. Bəyəndiniz? İşlər görüb qaqam bura. Allaha and olsun pul bıraxmışam bu evə. İnan hələ də gedir, hələ də gedir. Siz sıfırdan tikilmə evdir. Ona görə hələ işlər gedir. Deməli, yeni aldığımız mallar. Bura qardirobumuzdur bizim. Ceyizlərim buradadır. Gördüyünüz kimi dəsmallar hamısı səliqə ilə. Pastellərim, ütü, sonra robot pilisosum, sonra bunlar. Lüstürümüz burada da burada belədir. Yəni bu opşi ikinci mərtəbənin sərtər qurşağıdır. Opşi ikinci mərtəbənin. Buradan görürsünüz koridordur. Düşürük birinci mərtəbəyə. Bu sifariş etdiyimiz lüstürün biri budur. Sonra baxın belədir. Baxın. Qızlar aşağıda hələ iş görür. Aşağını göstərmişəm də sizə. Qızlar bir qadası buradadılar. İş görür. Qızlar buradadır. İş gedir. Yorulmayasınız. Bu da birinci mərtəbədir. Bu bir otaqdır. Lüstürümüz budur. Ondan sonra aşağı mərtəbənin sanitar qurşaq, yəni də bundan deyə də bilmədim. Mətbəximiz budur qızlar, bəylər. Lüstürümüz budur mətbəximizin. Yəni belə mətbəxdən də balkona giriş çıxış var. Yəni baxın görürsünüz. Yəni belə. Ondan sonra zalımızdır bu, qızlar zalımızdır. Qızların biri burada işləyir. Baxın. Yorulmayasınız. Təmiz evim təmizlik şirkətidir. Arzu xanımın rəhbəri ilə, necə deyim, şirkətdir. Qızlar gəliblər, artıq ikinci dəfədir. Bizim evi təmizləyirlər. Arzu xanım, bax, canlımızda 3000-4000 adam var. Baxırlar, izləyirlər. Yəni, kimə lazım olsa, həqiqətən də çox təmiz, səliqəli. Bu otağı sizə göstərdim də bayaq. Buranı sizə göstərdim. Haranı göstərməmişəm sizə. Bu ışıqları söndürüm. Bütün otaqlarımızı göstərdim. Bu da şeydir. Deməli, bu otaqdan da balkona çıxış var. Baxın, görürsünüz.
3000 nəfər qəşəng ekranları bəyənirik. Qəşəng ekranları bəyənək. Hələ yenə də deyirəm, ev hələ tam dolmayıb. Basenimizi göstərim yaxından. Stolumuz gələcək, buradan qoyulacaq. Stol yekə. Bu görürsünüz, qonaq otağına gedən şeydir bura. Həyətimiz də gördüyünüz kimi. Şam ağacları əkilib, artıq limon ağacları əkilib, belə şam ağacları əkilib, basenimiz artıq qıraqları vırılır, bitmək üzərədir basenimiz. İnşallah təmizlənəcək. Yəni belənçiyinə də göstərmişdim sizə. Ev hazır olsun, vlog çəkəcəm. Necə çantaları yerləşdirirəm yeni şkafa, ondan sonra ətirlərimi, nə almışam. Bura köhnə evdən bir dənə köhnə veş gəlməyəcək. Hamısı sıfırdan alınıb və alınacaq da geyimlər, ayaqqabılar, çantalar, ətirlər, hər şey sıfırdan qoyulacaq. Yəni o evdən heç nə gətirmirəm bu evə. Çox sağ olun, təşəkkür edirəm. Allah sizə də qismət eləsin. Yəni belədir də. Göstərmişəm sizə, yenə göstərirəm. Lüstrlərimiz yadınızdadır, deydimi? Lüstr sifariş eləmişəm, bunlardır. Mən sizə mani oluram, hə? Lüstrün bir də bu da opşi. Yuxarını aşağı elə bir gəlir. Mən mani oluram, keçinməyərəm. Pis qızam, mani oluram, qoymuram iş görsünlər. Oradan da bilirsiniz də Qoxunaya yol var. Həm oradan evin içindən Qoxunaya gəlirik, həm bayırdan. Yəni belənçiyinə işığımızı yandıraq, göstərim, aspiratorımız qoşulub. Opşidən də buradan yanır ışığı, hansıdır bilmirəm, hə, yandırdım. Görürsünüz belədir. Qazımız bu formadadır, yeni qazlardan almışıq. Belənçiyinə canım sənə düşsün. Burada qabuyandır, qabuyan maşınkamızdır. Və sonra burada isə paltaruyan maşınkamızdır. Gördüyünüz kimi də xaladenikimizdir, yəni belə sobalarımızdır. Hələ alınan mallar vurulmayıb, yəni bunlar. Ondan sonra hələ nə bilim, yəni belə də qızlar. Hər şey göstərdim də, nə qaldı? Hər şeyimizi göstərdim. Hər şeyi göstərdim. Qalxıram yuxarı, üzrü sayısız Allah. Qızlar təmizləyir, mən də şey yerəm, burada. Buranın koridorda ofisini göstərdim də sizə. Hələ çox işlər var. Hələ dekor zakaz eləmişəm bura güncə. Dekor gələcək, ondan sonra pul nə qədər gedir. Ay Allah, sıfırdan evə pul dəhşət gedir. Dəhşət. Buranı göstərmişdim də sizə. Bura yataq otağımdır. Hələ hazır deyil də. Pərdəsi, sonra ayaq altılar, kabrioletlər sifariş eləmişik. Onlar gəlməyib hələ. Gəlsin, demək olar ki, hələ çox işimiz qalmayıb. Sonra da, öf.